Salam əziz izləyicilər. Bu gün mən sizə əkiz hamiləliklər haqqında danışmaq istəyirəm. Xüsusən sizdən gələn suallardan biri də əgər uşağın biri inkişafdan qalarsa nə etməliyəm sualıdır. Bu gün bu sualı cavablandırmaq istəyirəm. Əgər uşağın biri inkişafdan qalarsa, bu çox ciddi bir izləmə tələb edir. Çünki bu ana üçün və uşaq üçün ciddi problemlər yarada bilər. Hər iki uşaq üçün ciddi problemlər yarada bilər. Erkən doğum qərarı alına bilər. Ona görə də siz çox ciddi nəzarətdə olmalısınız və həkiminizin dediyi şəkildə hərəkət etməlisiniz. Ümumiyyətlə, bu hal çox vaxt monoxorial, yəni bir yumurta əkizlərində daha çox rast gəlinir və bu halda bir uşağa daha çox qanın getməsi, daha çox onda cif sahəsinin düşməsi, bu o uşağın inkişaf etməsinə, digər uşağın isə bir qədər inkişafdan qalmasına səbəb ola bilər. Və yaxud da damarlar arasında bəzən anastomozlar, yəni əlaqələr yaranır və bir uşağın qan dövranı daha yaxşı olur, digər uşağın isə qan dövranı pisləşir və bunun sayəsində də digər uşağın inkişafı pis olur. Bəzi hallarda iki cifti olan hamiləliklərdə də digər uşağın inkişafı geri qala bilər. Bu daha çox nadir hallarda rast gəlinir və proqnozu çox vaxt yaxşı olur. Bəs analar nə etməlidir? Analar ilk növbədə yenə dediyim kimi mama ginekoloqun dediyi şəkildə vaxtı-vaxtında müayinələrə getməlidir. Ən azı həftədə bir dəfə müayinədən, yəni ultrasəs müayinəsindən keçməlidir. Mütləq qan dövranına Dopplerlə baxılmalıdır, qan dövranı yaxşıdırmı? Uşağın vəziyyəti ümumiyyətlə necədir? Digər uşağın, yəni inkişafdan qalmış uşağın vəziyyəti necədir? Uşaq bəzən inkişafdan qalıb tələf ola bilər. Bəzən isə məcbur olub həmin uşağı müəyyən bir fetal terapiya ilə və yaxud da lazerlə həmin lazım olanda damarları yandırmaq məcburiyyətində qala bilərlər və s. Ona görə də mütləq bu tədbirlər həyata keçirilməlidir. Bəzən isə görürsən ki, laqeyd münasibət olur ana tərəfdən. Vaxtı-vaxtında müayinələr aparılmır, bu isə ağırlaşmalara gətirib çıxardır. Siz hər vaxt hazır olmalısınız ki, vaxtından əvvəl keyser əməliyyatı qərarı alına bilər. Yəni vaxtından əvvəl siz doğuş edə bilərsiniz. Ona görə də buna hər dəqiqə hazır olmalısınız və bilməlisiniz ki, həftədə bir dəfə həkimin müayinəsinə getməlisiniz, Doppler müayinəsi olmalısınız, ultrasəs müayinəsi olmalısınız və həkimin dediyi bütün müayinələrdən keçməlisiniz. Əziz analar, sizdə əgər belə bir hal meydana gələrsə, qorxmayın, bunun proqnozu həmişə pis deyil. Çox vaxt da yaxşı proqnozla biz rastlaşırıq. Müayinələrdən keçməklə, düzgün hamilənin aparılması ilə son nəticədə yaxşı bir sonla nəticələnə bilər. Əziz izləyicilər, sizdə də əkiz hamiləlik və yaxud da normal hamiləliklə bağlı suallar yaranıbsa, şərh bölməsinə öz suallarınızı yaza bilərsiniz və sizdə də ginekoloji problemlər və yaxud da hamiləliklə bağlı daha çox məlumat almaq istəyirsinizsə kanalımıza abunə ola bilərsiniz.